Salam gənclər, Maqın yeni buraxılışında hər birinizi xoş gördük. Biz bugün Maqda müasir dünyanın ən mübahisəli mövzularından birini demək olar ki, dostlarla birlikdə müzakirə edəcəyik. Müzakirə mövzumuz qloballaşma milli kimliyə necə təsir edir? Ümumiyyətlə, milli kimliyin itirilməsinə səbəb olurmu? Hazırda dostlarımız da studiyamızdadır. Xoş gəlmisiniz hər biriniz. İstəyərdim ki, ümumiyyətlə biz başlayaq ilk növbədə ki, qloballaşmanı necə başa düşürük? Bu anlayışın təsviri nə deməkdir və xüsusilə bu pozitiv və eyni zamanda neqativ tərəfləri. Buyurun, sizdən başlayaq. Natava. Qloballaşma ümumiyyətlə məncə bütün dünya ölkələrinin və xalqlarının xüsusi bir belə deyək, amal ətrafında birləşməsidir. Yəni hər hansı bir ola bilər bir iş və ya başqa bir şey mövzusunda yəni bir-birinə uyğunlaşmaya çalışması prosesidir məncə qloballaşma. Bəs qloballaşmanın milli kimliyə təsirini necə qiymətləndirirsiniz? Qloballaşma bizcə milli kimliyə belə deyək, mənfi təsir göstərir. Əslində qloballaşmanın həm belə deyək, yaxşı tərəfləri, yəni müsbət və mənfi tərəfləri mövcuddur. Amma əsasən belə deyək, inkişafın yəni aspektindən baxanda bu milli kimliyə mənfi təsir göstərir. Çünki yəni bildiyimiz kimi ümumiyyətlə sosial media hal-hazırki dövrümüzdə çox məşhurdur və hər bir insan bir-birinə belə deyək, əlaqə yaratması üçün çox vacib bir vasitədir. Buna görə də artıq qloballaşma və belə deyək, ümumiyyətlə bu proseslər nəticəsində artıq insanlar xüsusi bir belə deyək, xalqın və ya ölkənin tərkibində olmurlar. Yəni onlar sadəcə hamısı bir-birinə belə deyək, oxşamağa başlayırlar və buna görə də qloballaşma bizcə milli kimliyə mənfi təsir göstərir. Baxın, dünya artıq rəqəmsallaşır, hər sahə rəqəmsallaşır və bəzən bizim ənənəvi işlərimiz, ənənəvi dəyərlərimiz də bu rəqəmsallaşmanın qurbanı olur deyə bilərik. Amma istənilən formada biz bu rəqəmsallaşmağa, bu yeniliyə ayaq uydurmalıyıq. Siz də vurğuladınız ki, bəzən bu bizə mənfi təsir göstərir. Bəs bunların müsbət tərəfləri nədir? İlk öncə baxmalıyıq görək qloballaşma nədir? Qloballaşma var, musiqidə qloballaşma, iqtisadiyyatda qloballaşma və yaxud da sosialda qloballaşma. Qloballaşma məncə milli kimliyə zərər vurmağın əksinə daha çox milli kimliyin belə desək paylaşılmasında, dünyaya, beynəlxalq sferada paylaşılmasına müsbət təsir göstərir. Bu necədir? İlk öncə biz artıq sosial media vasitəsilə artıq bir dəqiqə ərzində milyonlara demək olar ki, Sözsüz. çata bilirik və bizim adi bir milli musiqimiz və s. bunu paylaşanda bu artıq bizim milli adət-ənənələrimizi, dəyərlərimizi artıq bütün dünya sferasına çatdırmış olur. Ona əlavə olaraq qloballaşmada milli kimlik itirmə prosesi var ki, bu milli kimlik itirmə qloballaşma ilə ümumiyyətlə aidiyyəti olmayan bir məsələdir ki, bu əsasən ictimai iradədən asılı məsələdir. Əgər ictimai iradədə, yəni cəmiyyət öz milli mənəvi dəyərlərinə sahib çıxırsa, buna qloballaşmaya heç bir təsir ola bilməz. Yəni rəqəmsallaşma dediyimiz məsələ adət-ənənələrdən ziyadə daha çox hal-hazırda müasir məsələlərə, məsələn iqtisadiyyat olsun, bu kimi məsələlər olsun. Deməli bir məsələ var ki, hal-hazırda biz hamımız inkişaf eləmək istəyirik və bu inkişafda əsas məsələ nədir? Qloballaşma. Bizim bir arzumuz var ki, biz xarici sferaya çıxaq da. Yəni bu daha da dövlətin möhkəmlənməsində, dövlətin iqtisadi olsun, siyasi olsun, beynəlxalq sferada olan reputasiyasını artırır. Ona görə yəni qloballaşma məncə hər cəhətdən müsbət bir amildir. Məsələn, çox adam deyə bilər ki, dildə qloballaşma olanda milli dilimizi itirə bilərik. Buna bir fikir səsləndirə bilərəm ki, burada bir məsələ var ki, artıq hamı əgər öz dilinə, yəni ictimai iradə məsələsi vardır, öz dilinə sahib çıxırsa, məsələn, hal-hazırda Cənubi Azərbaycanda olan xalqımızda belə yəni öz dillərini, adət-ənənələrini qoruyurlar. Ona görə yəni qloballaşma daha da dövlətin inkişafına, siyasi reputasiyasını artırmasına məncə təkan verir. Sözsüz, əgər indi siz burada dil amillərindən danışdınız və xarici sferadan biz danışırıq ki, bu sferaya çıxmaq üçün qloballaşmanın biz müsbət tərəflərini dəyərləndirməliyik. Amma siz toxunduğunuz bəzi mövzular da var. Məsələn, bizim bu qloballaşma dedikdə bizdə xarici trendlər olsun və digər şəkildə artıq insanlar sosial şəbəkələrdən tutmuş bir çox mövzularda biz bunu özümüzə təsir edirik. Milli musiqidən danışdınız. Məsələn, milli musiqi bu qloballaşmanın təsirindən, texnologiyanın təsirindən bəzən dəyişilir. Məsələn, müxtəlif mikslər də olur. Bu bəzi insanlar üçün bu necə olur? Artıq burada milli kimlik məsələsi rol oynayır. Vurğulayırlar ki, bu bizim üçün uyğun deyil. Bəs buna necə? Musiqi belədir ki, hal-hazırda musiqi ümumiyyətlə
qlobal bir şeydir. Yəni Aha. düşlərdə belə bir kəlmə var ki, müzik evrensəldir. Aha. Yəni ona görə musiqinin sadəcə kim nə istəyir onu dinləyir. Yəni bu mikslər və sair də məncə çox gözə xoş gələn bir şeydir Aha. ki, hal-hazırda biz müasir trendlərlə uyğunlaşırıq. Yəni müasir trendlərlə uyğunlaşmaq artıq o bizim içimizdəki olan mühafizəkarlıq hissini artıq yox eləyir. Yəni bu gələcək nəsillərə artıq biz daha xoş emosiyalı, beləcə necə deyim, artıq o gərginlik, aqressiyadan, məsələn, bəzi insanlar var ki, hə, bizim musiqini nə günə qoyur deyə bir aqressiya nümayiş elətdirir. Amma biz artıq qloballaşdıqda, müasirləşdikdə bu aqressiyanı artıq ləğv eləmiş oluruq və gələcək nəsillərə milli kimliyimizi daha yaxşı, daha xoş emosiyalarla ötürürük mənim fikrimcə. Mən sizlə bir mövzuda razılaşıram, digər mövzuda razılaşmıram. Nə hansı mövzuda? Mən vurğulamaq istəyirəm ki, baxın, informasiyanın hərənin başqa cür qəbul etmə potensialı var və bugünkü gündə bizim üçün bu xoş ola bilər, amma qeyd etdiyimiz kimi mövzumuzun elə əsas necə deyirlər, əhatə dairəsi də budur ki, qloballaşma milli kimliyə təsir göstərir yoxsa yox. Burada da insanlar bölünüb, elə eynən sizin kimi bölünüb burada. İctimai iradədən də danışdınız. İctimai iradəsi zəif olan və özünün şəxsi iradəsi zəif olan insanlar da var ki, bunlar bəzən tez ayaq uyğunlaşdırırlar və artıq milli mənəvi dəyərlər də qalır bir kənarda. Siz necə bu mövzuna razısınızmı? Ümumiyyətlə hamıya mı bu mənfi təsir göstərir və ümumi bir problemdirmi sizcə? Mən bundan tamamilə razı deyiləm. Çünki ictimai iradə deyiləndə iradəsi zəif olan insanlarla bir yerdə, iradəsi güclü olan insanlar da bir yerdə gedir. Aha. Burada biz bütün insanların ictimai iradəsi yox, burada bizə artıq geridə gələcək nəsillə qalan nümunə olur. Məsəl üçün hər hansı bir miks olsa, hər hansı bir bunu başqa bir şeylə harmoniyasına edib qarışdırsaq, geriyə o bu halda qalacaq. Qloballaşmanın nəticəsində həmin ilkin halı qalmayacaq, onun mikslənmiş yeni bir hazır versiyası qalsın. Hansısa bir musiqidən danışaq, məsəl üçün bu musiqi mikslənir və trend olur. Trend olur, qloballaşır, hər bir milli nə qədər mədəniyyətlə qarşılaşır, onlarla birləşir və onlarla bir yerdə mikslənə bilər. Sonda gələcək nəsilə onun o forması daha çox əlçatan olacaq. Həmin gələcək nəsildəki bir nümayəndə onu araşdırmaq istəsə, onun ilk qarşısına çıxan həmin o trend olmuş, hər əldən ələ dəyişdirilmiş versiyası onun qarşısına birinci o çıxacaq. Lakin orada həmin ilkin mədəniyyəti unudacaq. Ya mən də əslində onu da vurğulamaq istədim sizə. Bəli. Yəni bu bir tərəfdən yaxşıdır bizim musiqimizin Bəli. beynəlxalq sferada səsləndirilməsi, digər bir tərəfdən də amma indi biz bir şeyi də nəzərə almalıyıq ki, yəni əslində onunla da razı olmalıyıq ki, müasir dövrün gəncləri fərqli düşüncədə, texnologiyanın içində böyüyən uşaqlardır və onlara da biz hər şeyi ənənəvi və olduğu kimi də təqdim edə bilmərik. Siz necə düşünürsünüz? Bəli, elədir əslində. Biz qloballaşmanın nə olduğunu izah elədik uşaqlar, amma milli kimliyi izah eləmədik. Milli kimlik bir xalqın özünə məxsus dili, adəti, ənənəsini özündə birləşdirir və qloballaşma milli kimliyi itirirmi? Yox, itirmir. Əksinə daha da inkişafına səbəb olur deyə düşünürəm. Məsələn, yoldaş dedi ki, qloballaşma nəticəsində bir mahnı mikslənir və gələcək nəsillərə onun mikslənmiş forması ötürülür. Orijinal forması isə itir. Aha. Amma mən bu fikirlə razılaşmıram. Əksinə, əgər bir mahnı deyək ki, bizim xalq mahnımızı miksləyirlər, başqa bir formaya salırlar, deyək ki, ingilis mahnısı ilə qarışdırırlar. Amma əgər biz bununla razı olmuruqsa, bu formanı bəyənmiriksə, biz əksinə öz mahnımızı daha da istəyirik ki, xalqa orijinal versiyasını tanıdaq və eyni zamanda bu mikslənmiş forma ilə orijinal versiyada xalqa çatmış olur bir növ. Yəni mikslənmiş forma gələcəyə ötürülmür. Əksinə hər bir xalq öz milli kimliyini qorumaq üçün öz tərəfini bir daha nümayiş etdirməyə başlayır burada. Yəni qloballaşma bir növ milli kimliyin itirilməməsinə səbəb olur deyə düşünürəm. Milli kimliyi siz açdınız və vurğuladınız ki, milli kimlik nə deməkdir? Bəlkə dostlar bunu başqa cür anlayırlar və başqa cür bizə izah edə bilərlər. Məsələn, buyurun sizə eşidək. Bəli, mən xanımın fikirləri ilə razıyam, lakin burada belə bir nüans var ki, biz yeni nəsil olaraq, məsələn, keçmişdən gələn bütün belə deyək, əxlaqi dəyərləri, ümumiyyətlə adət-ənənələri artıq görmüş formada böyüyürük. Amma adı üstündə qloballaşma artıq bizim ölkəmizin və ya xalqımızın dünyaya açılması deməkdir. Və bunun nəticəsində də artıq bizim hal-hazırdakı nəslimiz və gələcək nəslimiz indi bizdən gördükləri
əsasında bizim milli kimliyimizi dərk edəcəklər və bunun ətrafında xüsusi araşdırmalar da yəni olmuşdur ki, məsələn belə deyək, psixoloji cəhətdən insanlar artıq sosial mediada və ya qlobal həyatda gördükləri belə deyək həyata özlərini inteqrasiya etməyə çalışırlar. Məsələn, qloballaşma bizə bayaq yoldaş da vurğuladı, dünyaya daha tez açılmamıza kömək olur. Lakin bunun belə bir mənfi tərəfi var ki, biz dünyaya nə qədər açılırıqsa, artıq öz milli kimliyimizdən bir o qədər uzaqlaşırıq. Yəni insanlar artıq sosial mediada gördükləri həyatı, xüsusi musiqilər ola bilər, həyat tərzi, trendlər, bunlara artıq uyğunlaşmağa çalışırlar və milli kimlikdən əlavə artıq o insanlar özlərinin nə istədiyini unudurlar. Yəni artıq onlar belə trend olan bir şeyə uyğunlaşanda artıq bilmirlər onu həqiqətən içdən istəyirlər, yoxsa sadəcə bu qloballaşıb deyə buna uyğunlaşmağa çalışırlar. Məncə milli kimliyə bu cəhətdən bunun mənfi təsiri var ki, insanlar artıq özlərinin milli kimliyinin nə olduğunu bilmirlər və onun əsasında artıq yönləndirmələr vasitəsilə onlar qloballaşmaya uyğunlaşırlar. Çox düzgün bir məqamı əslində siz toxundunuz, daha doğrusu bir məqamı daha doğrusu vurğuladınız ki, xüsusilə burada insanlar əslində bəzən öz istədiklərini də kənara qoyurlar. Çünki bu biz belə götürsək ümumiyyətlə hazırdakı dünyanı və tendensiyanı bir yarışdır və biz bu yarışın içindəyik. Önə çatmaq üçün bəzən özümüz istəmədiyimiz və heç ağlımıza gəlməyən işləri belə edirik. İstər sosial mediada, istər digər sahələrdə artıq insanlar ənənəvi illərdir gördüyü prosesin əmək fəaliyyətində işlədiyi işi insan kənarda qoyur və öyrənir ki, gənc nəsil nə edir, mən də onu edeyim. Bəs bu yarışda insanlar yorulmurmu? Yəni bu balansı nədir qorumaq lazım? Belə balans necə qorunmalıdır? İlk öncə yoldaşlar fikir səsləndirdi ki, bəs artıq istəmədən belə biz bu trendlərə qoşuluruq. Amma belə bir şeydə mən bayaqlar çıxışımda da qeyd elədim ki, ictimai iradə. İctimai iradə sadəcə bir və yaxud da bir neçə nəfərin bunu elədi. Bu o demək deyil ki, yəni bütün xalq bunu elədi. Yəni bu sadəcə qloballaşmanın boynuna atılacaq bir şey deyil. Bir də qloballaşmanın yaxşı bir cəhəti odur ki, mədəniyyətlərarası inteqrasiya yaradır. Mədəniyyətlərarası inteqrasiya olduqda bildiyiniz kimi Azərbaycan multikultural bir cəmiyyətdir və multikulturalizmin zəif və güclü xüsusiyyətlər var ki, zəifdə artıq inteqrasiya daha az olur, güclüdə də daha çox olur. Və hal-hazırda görürsünüz ki, Azərbaycan beynəlxalq sferada bu digər xalqlara göstərdiyi nəvazişlə, toleransla, yəni tolerantlıqla artıq Azərbaycan bu cəhətdən necə beynəlxalq sferada yaxşı şəkildə tanınır. Yəni bu sadəcə bir neçə nəfərin trendlərə uyğunlaşmasını biz ümumi bir cəmiyyətə aid edə bilmərik. Ona görə ümumi qloballaşma deyəndə sadəcə sosial mediaya daxil olur və ya sosial mediada müəyyən trend uyğunlaşmanı nəzərdə tutmamalıyıq. Əsasən onun daha dərin cəhətdən biz izah eləsək, yəni o mədəniyyətlərarası inteqrasiya, Azərbaycan mədəniyyətinin xaricdə tanınması və bir məsələ var. Bayaqları fikir səsləndirildi ki, biz məsələn mix olanda gələcək nəslə mix kimi yansıyır. Amma belə bir məsələ var ki, hal-hazırdakı uşaqlar, hal-hazırdakı cəmiyyət çox maraqlı bir cəmiyyətdir və özü öyrənən bir cəmiyyətdir. Məsələn biz olanda, yəni 2010-lar deyim, 2000-lər olanda sadəcə belə idi. Məsələn, bir dənə videonu görürdü, gelirdi atasından və yaxud da anasından soruşurdu ki, bu nədir? Amma hal-hazırda bir dənə mahnı görür və bu mahnının orijinalını axtarmağa çalışır. Bunun miksi belədir. Görün orijinal versiyaları necədir? Artıq indiki hal-hazırdakı nəsildə bir şey özünü düşünmə var, özü dərk eləmə var, özü analiz eləmə var. Artıq hər şeyə neytral yanaşırlar, neytral baxırlar və neytral baxdıqdan sonra məsələlərə daha yaxşı aydınlaşdıra bilirlər. Artıq miksi gördü, miksi görəndən sonra artıq fikirləşir, bunların orijinal versiyalarıdır. Artıq o görür orijinal versiyasını bəyənsə, əgər yəni təbii ki bu musiqi falan zövqlər falan fərqli müzakirəyə bağlı bir məsələdir. Artıq öz milli musiqilərimizə yönələ bilər. Biz indi musiqi üzərindən bəli, aparmayaq söhbətimizi, amma gəlin belə bir mövzunda açaq ki, baxın, gərək bizim xalq istənilən formada xalq oyunları deyək və yaxud bu dəyişə bilər bizim xalq bayramlarımızı da biz misal gətirə bilərik. Məsələn, Novruz nə deyirlər? Bizim üstü yaşı, yəni bizdən daha keçmiş nəsil bizə bəzən bunu vurğulayır ki, o vaxtı bayramların dadı duzu qalmır. Çünki indiki uşaqlar bu bayramların fərqinə varmırlar. Məsələn, Novruz əvvəl kimi qeyd olunmur və bu coşquda bizə pis təsir edir ki, niyə bunu uşaqlar davam elətdirmirlər? Burada da fərqli nəsə axtarırlar. Hətta biz bəzən Novruz adət-ənənələrini də onlayn şəkildə daşımışıq. İnsanlar telefondan ufalı belə baxırlar. Məsələn, maraqlı formada bu da rəqəmsallaşıb və bu da dəyişilib.
Bəs sizcə bunlar bizim adət-ənənələrimizə, baxın, milli mənəvi dəyərlərə deyək, toxunulmasında, itirilməsində gətirib çıxarmırmı sizcə? Bəli, mən sizin fikrinizə çox belə ürəkdən qatılıram. Çünki hal-hazırda bildiyiniz kimi əsasən dünya üzrə bir neçə bayramlar var. Məsələn, Halloween və sairə kimi bayramlar. Əsasən bizim milli bayramımız olmasa da, dünya üzrə qlobal cəhətdən bu bayram çox təntənəli bir formada keçirilir hər bir ölkədə. Amma artıq söhbət öz bayramlarımıza gələndə, artıq uşaqlar bunu və ya yeni nəsil bunu bir növ keçmişdə qalmış bir xatirə kimi xatırlayır. Onlar üçün əsasən yeni trendlərə uyğunlaşmaq, yeni bayramları qeyd etmək daha maraqlı gəlir, nəinki bizim öz milli bayramlarımız. Bayaq yoldaş vurğuladı ki, deməli dil və sairə cəhətdən biz dünyaya açılırıq, yəni ümumiyyətlə qloballaşırıq. Lakin belə bir nüans var ki, bu söhbətdə indiki nəsil dediyi kimi çox maraqlı bir nəsildir. Özünü dərk etməyə çox maraqlıdır. Və əsas problem də buradan başlayır. Çünki bizim yeni nəslimiz artıq bir çox versiya arasında qalır. Məsələn, əvvəlki keçmiş nəsildə ümumi bir anlayış var idi. Azərbaycan xalqı, Azərbaycan adət-ənənələri artıq indi elə deyil. İndi bir çox versiya var, bir çox adət-ənənələr var ki, indiki uşaqlar hansına uyğunlaşacağını bilmirlər. Ona görə də əslində burada öz daxillərində bir problem yaranır ki, mən hansı trendə və ya hansı kimliyə sahib olsam, geridə qalmaram. Daha da inkişaf eləyərəm. Bu mənim ölkəmin trendidir və ya ölkəmin adət-ənənəsidir deyə baxmırlar. Ümumiyyətlə dünya üzrə baxırlar ki, mən bu kimliyə sahib olsam, mən özümü qlobal sferada tapa biləcəmmi? Sadəcə Azərbaycanlı kimi yox. Ümumiyyətlə bir qlobal bir şəxs kimi tapa biləcəmmi? Və buna görə də əsas problem buradan başlayır ki, insanlar artıq özlərini sorğuluyurlar. Mən Azərbaycanlıyam və ya başqa bir ölkəyə mənsubam. Bu məni irəli aparacaqmı? Mən öz milli kimliyimdən, öz adət-ənənələrimdən vaz keçsəm, yenə irəli gedə biləcəmmi? Və bu sual bizim cəmiyyətimizdə belə deyə problem yaradır və yoldaş deyir, məsələn, bizim cəmiyyətdə cəmiyyət iradəsi məsələsi var. Cəmiyyət iradəsi məsələsi bəli düzdür, amma hal-hazırda baxdığımız dövrdə bunun bizim cəmiyyətimizlə bir neçə nəfərlə belə deyək, düzəldə biləcəyimiz bir məsələ deyil. Ümumiyyətlə indi hər hansı bir yerə işə qəbul olanda və ya hər hansı bir yerdə təhsil alanda bizə ümumiyyətlə qlobal məsələləri aşılayırlar. Yəni biz hər hansı bir yerə işə qəbul olduqda bizdən dil biliklərimizi soruşurlar, xarici dil biliklərimizi, amma heç kim öz milli kimliyimizi, öz Azərbaycan dilimizi, ana dilimizi nə dərəcə bildiyimizə o qədər də fikir vermir. Çünki biz artıq qloballaşmaqda olan bir nəsildəyik və zamandayıq. Ona görə əsasən bizə qlobal trendlərə, qlobal belə cəmiyyətə uyğunlaşmaq vacibdir. Öz cəmiyyətimizə onsuz da uyğunlaşmışıq deyə düşünürlər. Amma bunun nəticəsində də artıq öz milli kimliyimiz, öz milli dəyərlərimiz geridə qalır və biz başqa ölkələrin, ümumiyyətlə aparıcı ölkələrin adət-ənənələrinə uyğunlaşmış oluruq məcburiyyətdən. İnformasiya çoxluğu məsələsi var əslində. Yəqin ki, siz buna toxunmaq istəyirsiniz. İndi o dövrdə mənbə də az idi, informasiya da bu qədər deyildi. İndi hər bir yerdən, hər bir vasitədən informasiya almaq olur. Bəs ayan bu mövzuda məsələn baxın, həm milli kimliyi qorumaq, həm yeni tendensiyaya uymaq və əsas o mənbəni almaq üçün necə analiz aparmalıdır ki, dostlar bu gün gündə? Azərbaycan gəncinin Amerika filminə baxması, yaxud ingilis dili öyrənməsi və yaxud gedib Koreya dilində musiqilər dinləməsi məncə onun inkişafına səbəb olan bir şeydir və bütün bunları elədikdə o milli kimliyini unutmuş sayılmır. Məsələn, bu məsələyə vurğuladıq ki, sosial şəbəkələrdə trendlər yaradılır. Hamı da o trendlərə uymağa çalışır. Amma eyni zamanda Azərbaycan vətəndaşları da kontentlər yaradırlar sosial şəbəkələrdə və biz də öz milli kimliyimizi, milli adət-ənənələrimizi sosial şəbəkə üzərindən dünyaya yaymağa çalışırıq. Yəni bir növ qloballaşdırmağa çalışırıq və buradan da o görülür ki, yəni bizim başqa bir millətdən nələrsə götürməyimiz, bizim inkişafdan geri qalmağımız deyil, milli kimliyimizi itirməmiz deyil. Əksinə öz milli kimliyimizi qoruyaraq eyni zamanda yeni şeylər qəbul etməyimizdir və məncə bu da çox yaxşı bir şeydir deyə düşünürəm. Yəni bizə qatılan o dəyərlərdir və biz də onları düzgün istifadə etməliyik.
sosial şəbəkədə trend yaratdıq. Biz də məsələn həm musiqimizi orada göstəririk, həm digər adət-ənənələrimizi. Bu da maraqlı bir əslində arqumentdir, həm də fikirdir deyərdim. Amma bunu düzgün istifadə etmək tərzi də var və bunu düzgün təqdim etmək tərzi də var ki, o başqa bir mövzuda yanlış başa düşülməsin. Siz nə düşünürsünüz? Mən də sizin fikrinizlə razıyam. Bunu düzgün ifadə etmək və bunu düzgün göstərmək lazımdır fərdlər arası. Eləyə bilirikmi bunu? Baxın, əsas sual budur. Məsələ budur ki, tamamilə yaxşı edə bilmirik. Çünki ictimai iradədən danışırıq. İctimai iradədə bir çox insanın fikri ola bilər, bir çox insan. Gəlin bu ictimai iradəni açaq biraz da. Ümumiyyətlə biz ictimai iradəni nə biz cəmiyyətdən ifadə edirik, cəmiyyətdən danışırıq. Cəmiyyətdə hər cür fərqli düşüncə ilə yanaşan bir insan ola bilər. Və qloballaşma nəticəsində bir çox insan var ki, məsəl üçün indi biz Novruz bayramından danışdıq. Novruz bayramı adət-ənənələrini yerinə yetirməyi, bu adət-ənənələrlə bir yerdə bayram keçirməyə geridə qalmış bir mədəniyyət kimi baxırlar. Geridə köhnə bir adət kimi baxırlar. Niyə? Niyə onu yeni ilə və ya Halloween-ə demirlər? Çünki qloballaşmanın yaranan səbəb budur. Qloballaşma əsasən soyuq müharibə dövründə yaranmışdı. Qərb mədəniyyətini daha çox şərq dövlətlərinə yayırlar. Əsasən qərb mədəniyyəti daha çox bütün ölkələr arasında yayılmağa başlayır və şərq dövlətləri, Asiya dövlətləri, məsəl üçün bunların arasında bizim dövlət ola bilər ki, milli kimliyini itirmə prosesləri başlaya bilər. Buna səbəb nədir? Məsəl üçün hər hansı bir yeni il adəti yerinə yetirirsən, yolka qurursan, məsəl üçün şam ağacı qurursan, məsəl üçün, buna normal yanaşacaqlar. Heç kəs sənə gəlib deməyəcək ki, bu geridə qalmış hər hansısa bir adətdir. Baxmayaraq ki, bu köklü bir tarix boyunca baş verən bir hadisədir. Lakin sən Novruz bayramına aid hər hansısa bir adəti yerinə yetirsən, məsəl üçün tonqal üzərində atlanmaq kimi bir adəti yerinə yetirsən, cəmiyyət dediyimiz bayaq dediyim kimi fərqli fikirlərdən ibarətdir. Fərqli fikirlərin bir hissəsi də sənə geridə qalmış kimi baxa bilər. Sən keçmişdənmi qalmısan, neçə 2025-ci ildir sən hələ də tonqal üzərində toplanırsan, qapıda qulaq asırsan, fala baxırsan, bunlara geridə qalmış bir adət kimi baxa bilərik və onlara geridə qalmış bir adət kimi baxa bilər. Halbuki bu tarix boyunca bizim milli kimliyimizin bir hissəsi olub. Qloballaşma nəticəsində də bu bizim milli kimliyimizin hissəsi olan bu milli bayramlarımıza təsir edə bilər, lakin bizə təsir elədiyi kimi xalqda bu geridə qalmış bir adət fikrini oyatmaq kimi bunu başqa bayramlara oyatmır. Məsəl üçün yeni il dediyi Halloween kimi başqa bir bayramlara oyatmır. Bu isə qloballaşmanın milli kimliyini itirməsini bir hissəsi kimi göstərə bilərik. Ya bu da başqa bir əslində normal bir şəkildə qəbul olunacaq bir fikirdir ki, buyurun. Nail deyir ki, bəs biz yeni ili, Halloween-i qeyd eləyirik, amma Novruz bayramının adət-ənənələri unudulub, tonqal üstündən atlanmağa biz deyirik ki, keçmişdə qalıb, dırnaqarası baxırıq. Amma mən bu fikrinə razılaşmıram. Əgər bu gün də biz tonqal qalıyırıqsa, üzük falına baxırıqsa, demək biz milli kimliyimizi itirməmişik və belə bir şey də var ki, 100% insan, hər kəs eyni şeyi sevməlidir, eyni şeyi bəyənməlidir deyə bir şey yoxdur. Yəni siz burada yeni il bayramını daha yaxşı düşünə bilərsiniz, daha yaxşı bayramdır deyə düşünə bilərsiniz. Amma elə insanlar da ola bilər ki, ümumi qlobal dünya üzərindən deyirəm, çıxıb düşünə bilərlər ki, bəs yeni il bayramı köhnədən qalıb, mən bəyənmirəm o bayramı. Yəni biz milli kimliyimizi itirmiş olmuruq Novruz bayramını qeyd etməməklə. Yəni ola bilər ki, bəzi insanlar düşünsünlər, hə bu adət keçmişdə qalıb, amma bu milli kimliyin itirilməsi sayılmır. Yəni tonqal üstünə atlanmamaq da olar məsələn və yaxud da ki, digər o falları etməmək də olar. Bunu mu demək istəyirsiniz yoxsa necə? Etməmək də olar demirəm. Bu gün də edilirsə, demək ki, bu unudulmuyub və lap köhnə nəsillərdən gəlib bizə çatıbsa və biz də bunu ediriksə, biz də özümüzdən sonrakılar buna ötürürük. Yəni milli kimliyimizi itirmirik burada. Verilişin başlanğıcında da qeyd etdik ki, bu doğrudan da əslində müasir dövrün ən mübahisəli müzakirələrindən biridir. Biz müzakirəmizi etdik. Təəssüf ki, bizim verilişimizin xronometrajı az olduğuna görə daha geniş şəkildə müzakirə edə bilmirik, amma nəticələrə baxsaq, hər dünya inkişaf edir və sürətlə inkişaf edir. Biz də özümüzün milli kimliyimizi itirmədən, bu uyğunlaşmadan da geri qalmadan, yəni tendensiyadan balansı qoruyub mərhələli şəkildə idarə etməyi bacarmalıyıq. Əziz gənclər, biz bugün qloballaşmanın milli kimliyə təsirindən danışdıq dostlarımızla birlikdə. Siz də öz fikirlərinizi şərhdə bizimlə bildirə bilərsiniz. Təşəkkür edirik bir daha gəldiyiniz üçün. Sağ olun.